Azərbaycan dilində ilk coğrafiya dərsliyi nə zaman nəşr edilmişdir? Ümumiyyətlə buna bu mövzuya çatmazdan əvvəl bir şey deyim ki, Azərbaycan dilində ilk dərsliklərin çapına Rusiya İmperiyasının ağalığı dövründə 19-cu əsrin 30-cu illərində start verilmişdi. Belə ki, ilk dərslik 1839-cu ildə Mirzə Kazım bəy tərəfindən nəşr edilmiş, kitabın adı isə Türk Tatar dilinin qrammatikası adlanırdı. Onu da deyim ki, bu kitab biraz çətin olduğuna görə və orta və ibtidai məktəblərdə hələ də tətbiq edilmədiyinə görə bir çox müəllimlər özləri müəyyən bir proqram əsasında yerli dildə dərs keçməyə çalışırdılar. İlk Azərbaycan dilində dərslik isə orta məktəb və ibtidai məktəblər üçün 1881-ci ildə Aleksey Osipoviç Çerneyevskinin tətbiq etdiyi vətən dili dərsliyi idi ki, bu asan və bilinən bir dildə ibtidai və orta məktəblərin səviyyəsində vətən dilini, Azərbaycan dilini öyrətməyə çalışırdı. Azərbaycan dilində ilk coğrafiya dərsliyi isə Əsgər Ağa Gorani və yaxud Əsgər Ağa bəy Adıgözəlov tərəfindən nəşr edilmişdi və coğrafiya dərsliyi idi. Xarici və yerli coğrafiyaçıların əsərlərindən iqtibaslar və onların izahından ibarət idi. Bu haqda 1879-cu ildə Ziya qəzetində hətta elan da verilmişdi ki, Gəncədə yaşayan və orada sledovatel işləyən Əsgər Ağa bəy Gorani yaxud Əsgər Ağa bəy Adıgözəlov bizim Azərbaycan dilində dərsliyin nəşrinə və onun tətbiqinə himmət etmişdir deyə bir elanda verilmişdi. Çox təəssüflər olsun ki, həmin dərslik müasir dövrə gəlib çatmamışdır. Ola bilsin ki, şəxsi kolleksiyalarda bu qalmaqdadır.